174-cü testə qədər izah eləmişdik. 175-ci testdə burada bir problem çıxmışdı. Biz saxladıq, indi isə davam eləyirik. 175-ci testi izah eləyəcəyində. Diqqət eləyin, çox asan testdir, elə bir çətinlik yoxdur. Və baxırıq bu testdə. Nick, when you wear your things, Jane. Deməli, Nick'ə xitab edir burada. Baxın, Nick vergül qoyubsa, burada Nick'ə xitab edir. Amma Nick'ə xitab edirsə, bir şeylər olacaq. Baxa bilərik. Burada when sözünə də bir baxın. When budaq cümləsidir. When'dən sonra gələcək olmaz. Məsələn, will'i çıxa bilərik, burada getsin. Məsələn, D variantını qoyaq. B variantından qoyaq gedək. Nick, when you don't know where your things were. Baxın, don't know indiki zamandadır. Were to be isə keçmiş zamandadır. Uzlaşmadı getdi. Things cəm olduğuna görə baxın, burada is qoya bilməliyik. Is qoya bilməliyik, görürsünüz. Sonra new were will have. Baxın, D variantına baxın. New keçmişdədir, were keçmişdədir. Will isə gələcəkdədir. O da olmadı. Demək, Y variantına baxın. Don't know, bilmirsənsə, sənin şeylərin are, haradadılar. Jane will help you, doğru cavab. E variantı. Diqqət eləyin. Nick, əgər bilmirsənsə, sənin əşyaların haradadır. Jane sənə kömək edəcək, doğru olaraq E variantı. When the delegation at the station yesterday. Yesterday idisə, past simple qoyacaq, arrived. Yəni, ya B-dir, ya D-dir, ya da C-dən birisidir. Deməli, yesterday'dən söhbət gedir, ya B-dir, ya D-dir, ya C-dir. Deməli, dünənləri qatar station vazğala gələndə, keçmişdə bir şey olub, həz olmasın, həzi çıxdım. Qatar gələndə was stopped, yağış dayandırılmışdı deyə bilmərik. Was stopped, yağış dayandırılmışdı demək kimi tərcüməsi çıxır. Ona da görə C-ni çıxdım, qaldı, yağış artıq dayanmışdı. Dünənləri delegasiya, heyət gələndə yağış artıq dayanmışdı. Doğru variantımız D variantı oldu. %76-cı testi izah edir. 177-ci testə baxacaq indi biz. 177-ci testdəyik. Testləri bir əzbərim sizə rahat olsun görməliyiniz. We dinner at the garden when it rained yesterday. Yesterday isə keçmişdə bir şey olub deməkdir. Keçmişdə bir şey olubsa, baxın, are çıxıram. Are indiki zamanda olmaz. D variantında da are var. Onu da çıxıram. Bu D variantındakı, B variantındakı are'ları çıxıram. Y variantında has var. Onu da çıxıram. Bəri başdan yəni B, D, Y getdi. İndi qaldı ya A, ya da C variantında birini seçəcəyik. C variantında baxın, was begun, yağış başladıldı. Sanki yağış birləri tərəfindən başladılır. Yağış isə birləri tərəfindən başladıla bilməz. Yağış özü başlayır. Ona görə də A variantı olacaq. Yəni, yağışın başladılması məhsul növdə ola bilməz. Passiv voice'da ola bilməz. Ona görə də A variantını seçdik. Biz when we were having dinner in the garden when it began to rain yesterday. Dünənləri biz yemək yeyərkən yağış yağmağa başladı. Ya da yağış yağmaya başlayanda biz yemək yeyirdik. Daha doğru tərcümə oldu. 178-ci testə baxırıq. 178-ci testə baxırıq. I chess with my friend when you... 178-dən 174-cü testlər eynidir, 77-ci testlər eynidir, baxsaq. Yəni, prinsip olaraq eynidir. Demək, mən when you rang me up, sən mənə zəng eləyəndə, mən dostumla tenis oynuyordum. Burada da doğru olaraq Y variantı olacaq.
diqqət eləyin 177 ilə 178-ci testlər tamamilə bir-birini edirlər. 177 ilə 178-də indir. 177-də deyir ki, we were having dinner in the garden when it began to rain. Yesterday. Dünənlər yağış yağmağa başlayanda biz bağda yemək yedik. Burada isə deyir birinci, yəni 178-ci cümlədə isə deyir ki, I was playing with my friend when you rang me up. Sən mənə zəng edəndə mən dostumla oynayırdım. Bir-birinin kopyası testləri yazmağı xoşlayırlar. Bu kitabda test toplusunda ona görə testi uşaqlar daha yaxşı öyrənirlər. Kompüterin mouse'u düşdü əlimdən yerə. Getdik, baxaq. I paid for what? Mən ödədim pulu keçmişdə. What we? Demək, biz, mən ödədim. Mən ödədim. Bizim içdiyimiz pula görə içdiklərimizi ödədim. Yəni, birinci içmişik, sonra ödədim. Yəni, ödədim past simple-da isə ondan öncə içmişdik. Ya D variantı olacaq, ya Y variantı olacaq. Yəni, 179-da ya D olacaq, ya Y olacaq. And demək, mən içdiklərimizə ödədim və biz yola getdik, düşdük yola, daha ucuz restorana getdik. Yəni, ödəməklə yola çıxmaq eyni zaman olduğundan, yəni ödəməklə yola çıxmaq eyni zamanda olub. Yəni ki, ilk öncə yemək yemişik, what we had drunk, yemək içmişik, what we had drunk. Daha sonra ödəmişəm və ödəməklə çıxmaq eyni anda olub. Yəni ki, burada paid ilə made eyni olacaq. Made our way, yola düşdük, daha ucuz restorana. Ona görə doğru variantımız burada Y variantı oldu. Demək, I paid for what we had drunk. İçdiklərimizi ödədim. And made our way to a cheaper restaurant. Yolumuzu daha ucuz restorana getdik. Demək, yola düşdük. 180'e baxırıq. We threw the first some mountains in fresh air. Deməli belə biz meşənin içindən bir neçə some mountains, bir neçə dağlara və hava, fresh air, təzə hava, ya da sveji hava da deyə bilərik, ya da təzə hava deyə bilərik. Burada görürsünüz, uşaqlar sadalanıbdır. Biz meşədən keçdik, dağa dırmaşdıq və havadan ləzzət aldıq. Eyni zamanda götürəcək feilləri, eyni zamanda götürdüyümüz zaman sadəcə C variantında eyni variant var. Digər variantları da istəsəniz baxa bilərsiniz. Sadəcə C variantı da eynidir. Çünki burada sadalananda biz demişdik ki, eyni varianta üstünlük veririk. 81-ci testə keçirik. 81-ci testdə görürsünüz, yaşıl yazının altına baxın, 181-ci testə baxırıq. 181-ci testə baxırıq. 181-ci testə baxırıq. Testi düzəltdim. Tam sizin yaxşı başa düşməyiniz, yaxşı görməyiniz yaxşı şəkilə gətirdim. My gloves. Mən əlcəklərimi itirdim ya da itirəcəm ya da itirmişəm. While, bilirsiniz ki, while'dan sonra ilk öncə while'dan sonra past continuous qoymaq lazımdır. While, mən gəzərkən itirdim, keçmişdə olan bir hadisə, mən gəzərkən itirdim, keçmişdə olan bir hadisəni təsvir edib, doğru variantımız A variantı. 182-ci testə baxırıq. 182-də göstəricimiz var. Yesterday, the girl the dictation correctly and any mistake etdi. Anydirsə və yesterday varsa demək past simple-in inşarı olacaq. Didn't make ola bilər, didn't make. Demək, doğru cavabımız didn't make. Çünki yesterday dedik ki, past simple olur.
N isə inkar cümlələrində işləyir. Ona görə past simple-ın işarə didn't make. Doğru cavabımız D variantı. İstəsək testi oxuyub bir tərcümə edərək the girl wrote the dictation correctly and didn't make any mistake yesterday. Demək, qız diktantı doğru yazdı və heç bir səhv eləmədi. Doğru cavabımız oldu D variantı. 183-cü testə baxaraq. 183-cü testə baxacaq. Demək, 183-cü testə bir diqqətlə baxaq, görək burada nələr görəcəyik. Later today, if-dən sonra gələcəklər olmur 183-də. Bu villəri açsaq, işimiz daha rahatlamış olacaq. Baxın, came olardı, would ola bilər. Came, you-da baxaq. You olduqda shall olmaz. Ona görə shall olan variantı da çıxıram. İndi qaldıq ya B variantıdır, ya D variantıdır. Burada today-dən söhbət gedir. Mövzu today-dir. Yəni, bu günləri sən gec-gəlsən, tək yemək yeyəcəksən. O da bu günlər, bu Y variantı da qrammatik olaraq doğrudur. Amma bu past simple-da işlənib. B variantı isə present-da işlənib. Yəni, birinci şərtdə tutulmasıdır. İkisi də olsa, əgər iki dənə variantdan birini seçmək məcburiyyətində olursa, present-i ilk öncə seçəcəyik. Sonra, əgər present olmasa, past simple seçərdim. Məsələn, deyək ki, bir testdə heç bir göstərici göstərilmirsə, hansı zamandadır? İlk öncə həmişə present-i seçməliyik, sonra past-ı seçməliyik. Əgər present varsa, present-i göstərəcəyik. Burada da olur, doğru cavabımız 183-də. 183-də B variantı olur, doğru cavabımız 184-cü testə baxırıq. Onlar qar əriməkdən sonra nəsə eləyəcəklər? Onlar səyahət eləyəcəklər qar əriyəndən sonra. Onlar səyahət eləyəcəklər. Onlar səyahət elədilər qar əriyəndən sonra. Qar əriməz, əridilməz. Yəni, məhsul olmamalıdır qarın əriməsi. Məhsul olmadığına görə, qarın əriməsi, yağışın dayanması ya da göyün güruldaması kimi feillər heç bir zaman məhsulda işlədilməz. Bəlkə də bizim üçün elə bir mənaca göy güruldatdırıldı ya da məsələn, yağış yağdırıldı deyə bilərik. Amma bunların məhsulu İngilis dilində testlərdə qəbul edilmir. Onları avtomatik olaraq çıxada bilərsiniz. O zaman qaldı bizim üçün, yəni qırmızı elədiyim variantların hamısı pasiv voice'dadır. Qarın əriməsi pasiv voice'da ola bilməz. Ona görə B variantını doğru variant kimi götürürük. Demək, they will travel after the snow stops. Qar dayanandan sonra onlar səyahət edəcəklər. Doğru cavab B variantı. 185-ci testə çəkirik. Jack after the theater then 10 minutes later demək, Jack çatdı teatra təxminən saat 7-də. Təxminən saat 7-də, yəni ki, bu keçmişdə bir dəqiq vaxtdan söhbət gedir. O zaman past simple-dır. Ya bu olacaq, ya bu olacaq. Yəni, ya C-dir, ya D-dir. 10 dəqiqə sonra isə demək, Jack saat 7-də təxminən çatdı teatra. 10 dəqiqə sonra isə C variantında qoysaq, belə çıxacaq tərcüməsi. Artıq tamaşaya baxmışdı. D variantında isə tamaşaya baxırdı. 10 dəqiqə sonra isə tamaşaya baxırdı. Doğru cavabımız D variantı. %86-cı testi sənin üçün hazırlayıram. 186-cı test. Suddenly I. Birdən mən anladım ki, birdən mən gördüm, things, ya da gördüm. Birdən isə ola bilər, keçmiş ola bilər. Birdən deyən kimi, ilk öncə keçmişi gətiririk, işlədir. Birdən mən gördüm, daha öncə görmədiyim şeyləri. Məsələn, mən dünənləri bir şey gördüm, hansı ki, dünənə qədər heç bir onları görməmişdim. Yəni, birdən gördüm, past simple, öncə görməmişdim, past perfect, so, hadn't seen, doğru cavabımız E variantı oldu. So, gördüm keçmişdə,
Amma ondan öncə görməmişdim. Past perfect Y variantımız doğru olacaq burada. Demək 187-ci testə keçirik. 187-ci testə belə şifrli bir şəkildə durub özürsünüz. Onu da düzəldim. Okay. If cümləsi bizim üçün mükəmməl bir şeydir. Yəni mükəmməl bir göstəricidir. If-in ilk öncə bir tərəfindən present simple, yəni if-in olan cümləyə present simple, əsas cümləsinə future simple qoyub bir baxaq. If he doesn't start ya B-dir ya Y-dir. Jack shall olmaz. Ona görə getdik. Əlimizdə yolda E variantı. Şərt qıdaq cümləsində 1, 2, 3, 4 cür uzlaşma ola bilər şərt qıdaq cümləsində. Şərt qıdaq cümləsi dərsləri vardır ya da şərt qıdaq cümləsində yenidən sizə izah edəcəm uşaqlar. Diqqətlə izləməyə davam edin. Nə qədər çox izləsəniz bir o qədər daha yaxşı videolar hazırlamağa söz verəcəksiniz üçün. Şərt qıdaq cümlələrini izah eləmişdim. Daha öncə qısa bir şəkildə izah eləmişdim. Ancaq getdikcə, yəni bu yaxınlarda sizə bunu bu tense formları bitirmədən öncə başda izah edə bilərəm. Dərs şəklində sizin üçün şərt qıdaq cümlələrini izah edəcəm. Həm müəllimlər, həm də tələbələr çox yaxşı yararlana bilərsiniz. Qaydalardan çıxmaq lazımdır. O qədər qayda oxumanın bir faydası yoxdur ingilis dili üçün. Qaydanı bilmək yaxşıdır, amma çox da qayda əzbərləyib ya da qrammatik nəzərləri oxumaqla bir yerə çıxmaq olmaz. Çünki oxu hara qədər, yəni artıq onu tətbiq eləmək də bilmək lazımdır. Tərcümə eləməklə də yarım tərcümə, yarım qrammatika ilə çox rahat elənir testlər. Hələ TQDK-nın testləri çox asandılar. Yəni demək olar ki, səviyyəsi çox aşağı testlərdir. Onun üçün TQDK-nın testlərində bir problem yoxdur. Ona görə rahat həll eləmək üçün bir-iki qayda bilib, söz əzbərləyib texnikləri burada öyrətsəniz çox da yaxşı həll edə bilərsiniz. Söz verirəm, if cümlələrinə aid sizə testlər hazırlayacağım, dərs hazırlayacağım geniş bir şəkildə. Və getdik 188-ci testə baxırıq ki, since-dən sonra diqqətlə baxın, since-dən sonra past simple qoyuruq. Əsas cümlədə isə present perfect hansıdır? A variantı, doğru variantı. He has been in bed since he broke his leg. O yataqdadır, ayağını qırandan bəri. Uşaqlar, since olan hissəyə baxın. Ora past simple qoyuruq, since olan yerə past simple yapışdırırıq. Əsas cümləyə, yəni ki, baxın, indiki əsas cümlə, qırmızı yazdığım yerə isə present perfect qoyuruq ki, bizim uzlaşmamız doğru olsun. 189-cu testə baxacaq. 189-cu testə baxırıq, diqqətlə var uşaqlar. Burada nəsə testlər biraz dağılıqdır deyə. Niyə belə olubdur? Look, see. Burada bir şeyler eləməyə çalışacağım. Burada hər şey dəyişibdir, nəsə dəyişib. Bir dəqiqə pauza edirəm, yenidən geri gəlirəm. 189-a baxın, burada yuxarıya tərəf keçibdir. 189-cu testlər. 189-cu testi yuxarıya tərəf keçirdim. Burada baxın, işarələmişəm. When towards the sea, he boat full of men. Demək, o dənizə tərəf getmək və görmək, adamlarla dolu olan bir qayıq görmək. O gedəndə gördü desək, o dənizə gedəndə gördü desək, eyni zamanda olmalıdır. Eyni zaman burada, baxın, dedi olsaydı, sees olardı, onu atıram geçsən. Looked was seen, o dənizdə tərəf gedəndə görüldü qayıq, tərcümə olmadı. Looked hədsin gedəndə dənizə tərəf artıq görmüşdü. Bu da olmadı. Look, siz. He look olmaz. He looks olardı. Looked so. O dənizə tərəf baxanda və gördü. Orada Y variantı oldu.
190-cı testlər 189-cu test biraz maraqsız oldu. Həm də biraz test xarab olmuşdu. Biraz görüntü olarak. Getdik 190-cı testə baxarıq. Eat when the boys in the village night. Eat demək oğlanlar that night olduğuna görə that night bir past simple göstəricisidir. Ona görə də biz bunu keçmiş göstəricisidir. Ona görə indiləri bir çıxar. Will var burada çıxıram, is var çıxıram, rains var çıxıram. Yəni cümlədə that varsa demək cümlə keçmiş cümləsidir. Ona görə sarılar olanda ya da rains, C-də is raining, ya-da will, D-də rains will get, yəni bunlar vardı. Ona görə onlar çıxdığımızda, yəni keçmişlə uzlaşmayan sözlər vardı. Onlar çıxdığımızda qalır B variantı. Doğru cavabımız B variantıdır. Getdik 91-ci testə keçirik. 91-ci testə baxaq. Deməkləri unutmuşuq. Demək, o əgər taksi tutmaq, qatara miss demək, gecikmək deməkdir. O taksi tutmasa qatara gecikəcək kimi bir məna görürəm. Həm də bir testləri oxuyan kimi ondan bir məna görmək lazımdır uşaqlar. Özünüz görməsəz o mənanı. Məsələn, qıraqdan birisi gəlib deməsi çətin olacaq. O zaman testləri bir göz atan kimi əslində onun mənalarını görmək yaxşıdır, xeyirli olur. O taksi tutmasa, if cümləsində present simple, ifdən sonra present simple, əsas cümlədə isə future, birinci şərtlər tutması. If he don't olmaz, he doesn't, will miss. Burada C də D də yaxşı uzlaşa bilərdi, amma qrammatik olaraq he də do yox, does olar. If he doesn't take a taxi, he will miss the train. O taksi tutmasa, qatarı qaçıracaq. Doğru variant D variantı. 192-ci testə baxaq. New feilinə baxın, burada keçmiş göstərir. New feilini görən kimi biz bilirik ki, cümlə artıq keçmişlərdə bir şey olacaq. Keçmiş cümləsi olacaq. Bax, şalı atıram. Will da atıram. Will da atıram. Will da atıram. Əlimizdə qaldı nə variantı? Əlimizdə qaldı Y variantı. 192-də Y variantı. Bu testi həll eləmənin üsuludur. İstəsəz bununla da elə bilərsiniz. İstəsəz eləmə edə bilərsiniz. İstəsəz tərcümə ilə də elə bilərsiniz. Bu testi həll eləmək üçün çox qısa yol kimi görünür olar. Bəzi testlərdə çox qısa yolla gedə bilirik. Bəzi testlərdə mütləq tərcümə eləmək lazımdır. Bu 192-ci testi tərcümə eləməyəcəm. İstəsəniz tərcümə elə bilərsiniz özünüz. Və istəsəniz tərcüməsini videonun şərh bölməsində yazsanız çox daha sevinirəm. 192-ci testin tərcüməsini, yəni we took our sunshade because we knew it would be hot cümləsini, yəni Y variantını qoyanda yerinə doğru olacaq cümləni tərcüməsinin şərh bölməsində yazsanız çox sevinirəm. Görüm neçə nəfər yaza biləcək. Baxın, mən sizin üçün videolar hazırlayıram ki, qəşəng-qəşəng baxasınız. Təşər baxasınız evinizdən, eşya çıxmadan baxasınız videolara. İngilis dilini öyrənərsiniz, imtahanlarda yaxşı yazasınız. Siz də aşağıya bir şərh bölməsinə yazın. 192-ci testin, yəni bu 192-ci testin izahını istəyirəm, tərcüməsini istəyirəm sizdən. Zəhmətinizdən keçəcəksə 193-ə baxaq. Travels at the hotel zero-luggage. Burada görürsünüz sadalarını da hamısını eyni variant götürürük. Burada rahat-rahat D variantını yaza bilərsiniz. Tərcüməsini yenə eləməyəcəm. Keçirəm 194-ə. When the house. When olan bölmədə gələcək olmaz. Bir dənəsini çıxdıq ən azından. Bir dənəsini çıxdıq. When olan cümlədə future olmur. Biz evdən çıxarkən yağış yağırdı. Biz evdən çıxarkən yağış yağırdı. Biz evdən çıxarkən yağış yağırdı. Doğru cavabımız Z variantı olur. 194-cü testdə biz evdən çıxarkən yağış yağırdı. Tərcümə ilə tapmaq olardı bunu, ya da biraz istəsəniz digər variantları qoyun. Görəsiniz ki, digər variantların səhvi var. Hamısına. If it əgər
If olan cümlədə will olmaz deyirik. Məsələn, A ilə Y variantını rahat ata bilərsiniz. It olanda rain olmaz, rains olardı. Onu da atdım getdi. If cümləsində had rained olsa, should have stayed olardı. Onu da atdım. Doğru cavabımız D variantı qaldı. Yəni, if it rains, we shall stay at home. Əgər yağış yağsa, biz evdə qalacağıq. Doğru cavabımız C variantı oldu. Okay. Dəqiqə. Bu 196-cı testdə düzəldim sizin üçün. Rahat görə bilərsiniz. 196-cı testə baxırsınız. 196-cı testə baxırsınız. 196-cı testə baxırsınız. When the teacher came into the room, all the pupils had already varsa perfectdir. When isə biz simple zaman qoymağa çalışaq. Müəllim gələndə sinifə artıq uşaqlar açmışdılar. When came had opened. Doğru cavab D variantı. Qayıdın past perfect, present perfect dərslərini oxumağa çalışın. Ya da mənim videolardan baxa bilərsiniz. When the teacher came, müəllim gələndə, into the classroom, sinifə gələndə, all the pupils had already opened their books. Bütün tələbələr artıq kitablarını açmışlar. Doğru cavab oldu. Nə variant oldu doğru cavab? Qarışdırdım. B variant oldu doğru cavab. 197-ci testə baxırıq. (197-ci testə baxırıq. 197-ci testdə bunları biraz düzəltsək yaxşı olar görüntü baxımından. Yaxşı olar. When the postman in. Bu da bir neçə dənə test, bənzəri testlər eləmişdim. Sən mənə zəng elədin, mən yatırdım. O evə gələndə mən nə bilim nə edirdim. Demək, postman gələndə biz yemək yerdik. Bu da 140-cı testlərdə zaten vardı. Sən mənə zəng eləyəndə biz yemək yerdik. Belə testlər çox çıxdı qabağımıza. Bunun da qəlbini artıq öyrənsəniz yaxşı olar. Asan bir testdir. Ona da diqqət edin. When the postman came, pastelön gələndə we were having dinner. Bu testləri daha yaxşı başa düşmək üçün qayıdın birinci testdən, test topusu zaman testlərinin birincisindən izah eləmişəm. 200-ə gəlirik, yaxınlaşıq. Hamısını izləyin ki, daha yaxşı anlayasınız. 198-də baxaq. These shoes are too small for you. Bu ayaqqabılar sənin üçün çox balacalardılar. Onlar səni sıxacaq, onlar səni incəcək. Sən onları geyinəndə, when-dən sonra gələcək olmaz. Bu bir zaman budaq cümləsidir. Sən onları geyinəndə, onlar səni incidəcək. Geyinəndə, present simple, incidəcək, future simple, will hurt, walk, doğru cavabımız A variantı. 98-ci testdən doğru cavabımız A variantı oldu. They will hurt, onlar səni incidəcəklər, when you walk. Bu da zaman budaq cümləsinin uzlaşmasıdır. Budaq cümləsində, yəni when-dən sonra present simple olduqda, əsas cümlədə will gələcək bir şey axtarırıq, gələcək bir şey qoyduq. They out as soon as vardır. Burada as soon da baxarıq. As soon as sağı solu past simple ola bilər. Ya da as soon as cümləsində present simple, əsas cümlədə future simple, when it got, we went. Burada da olacaq A variantı, çünki when it gets, we will go olardı. Burada olsaydı gets olsaydı, məsələn, hansıdır olsaydı, we will go when it gets. Məsələn, burada got yox, Y variantda get olsaydı, got yox, get olsaydı, gets olsaydı, Y variantında götürmək olardı, amma Y variantı deyil. Burada 199-da A variantıdır, 200-cü testə baxırıq. İnşallah 200-cü testi sizə izah edirəm axırıncı testimdə bu dərsimizdə. Yəni, daha sonra testləri izah eləyəcəyəm. Bu videomda axırıncı testi. Diqqətlə baxırsınız. Bir daha videonun əvvəlinə qayıdıb, videonu yeniden izləyin. Test toplusunun, mənim test toplusu izahlarının, obisi test toplusunun obisi zamanlarının da izahına baxın. Rahat dinləyin, məncə yaxşı faydası ola bilər. Yenə burada if cümləsidir, diqqət eləyin, if cümləsi. You manage to think the circle
Demək, if-dən sonra gələcək olmaz. If-dən sonra present olsa, əsas surədə future olacaq. Orada B-yə oxşuyur sanki. Oradan oldu. Tərcümə edək, baxaq, yerinə qoyaq. You will learn many useful things if you attend this circle. Demək, bura iştirak eləsən sən burada. Çoxlu şey öyrənəcəksən. Doğrudur, cavabımız 200-cü dəstə. B. Videonu like eləməyi unutmayın, videonu paylaşmağı unutmayın. Nə qədər like eləsəniz bir o qədər daha çox nə qədər çox like eləsəniz bir o qədər çox test hazırlayacağım sizin üçün. Söz 200-cü testlərə gəldik. Böyük bir işli 200-cü testlər. Təsəvvür edin ki, test baxımında ən qarışıq bölümü olan test formlarda 200 testi açıb rahat-rahat dinləyə bilərsiniz. 1-dən 200-ə, 200-dən 1-ə qədər nə test edirsiniz. Müəllimə da ehtiyacınız yoxdur. Artıq evdə də gecə də oturub baxa bilərsiniz. 1, 2, 3, 4 aydan sonra imtihana girənlər var. Məsələn, noyabr ayı bitəndən sonra dekabr, yanvar, fevral, martın əvvəllərində imtihana girəsiniz. İmtihanda 2-3 dənə belə suallar düşür. Bəzən dərslərdə bunlarda başa düşmək çətin olduğundan evdə məncə daha yaxşı başa düşə bilərsiniz. Dəfələrcə baxdıqdan sonra. Videonu like eləməyi unutmayın. Uğurlar. Bir sualınız və ya hər hansı bir şeyiniz olsa aşağıda şərh bölməsində mütləq və mütləq yazın. Baxın buralara. Buralarda bundan da yaşıldan da aşağıya gelirsiniz və şərh bölməsinə şərh yazırsınız. Uğurlar.